Salam, vaxtınız xeyirli olsun. Üçüncü sualımızla davam edirik. Deyir ki, doğru fikir müəyyən edin. A variantında deyir, təhsil proqramında, yəni kurikulumda müxtəlif fənlər üzrə ümumi təlim nəticələri əks olunur. Bəli, kurikulumda müxtəlif fənlər üzrə ümumi təlim nəticələri öz əksini tapır. Amma gəlin başa düşək ki, ümumi təlim nəticələri nədir? Biz ümumi təlim nəticələrinin izahını ilk dərslərimizdə verəndə demişdik ki, mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyən edilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsinə demişdik. Yəni bu tərifin mən izahını da çox gözəl şəkildə vermişdim ki, yəni hansı ki bilik bacarıqlar var şagirdlərə mənimsədilməlidir. Bu bir və əvvəlcədən müəyyən olunmalıdır. Bütün bu təlim nailiyyətlərinin konkret bir səviyyəsinə, burada hansı səviyyədən söhbət gedir? Biz orada demişdik ki, fənnin sinifin sonu üçün ümumi təlim nəticəsi vardı. Bir də fənn üzrə təhsil səviyyəsi üçün ümumi təlim nəticəsi vardı. Həmin baxın bu səviyyədən söhbət burada gedir. Bu konkret doğru fikirdir. Keçirik ikinciyə. B variantı deyir ki, fənn kurikulumlarında standartlar müəllimlərə hazır şəkildə təqdim olunur. Bəli, şagirdlər deməli, fənn kurikulumlarında məzmun standartları müəllimlərə hazır şəkildə təqdim olunur. Standartlar yox, standartlar çoxdur. Burada söhbət hansı standartdan gedir? Onu biz konkret bilmədiyimizə görə bu sual biz doğru götürə bilmərik. Bu sual səhvdir. Summativ qiymətləndirmənin əsas məqsədi müəllimin təlim fəaliyyətinin müəyyənləşdirməsinə xidmət edir. Xeyr, yanlışdır. Summativ qiymətləndirmənin əsas mahiyyəti şagird nailiyyətinin qiymətləndirilməsi. Summativ qiymətləndirmə nəyə görə var? Şagird nailiyyətini biz qiymətləndiririk. Yəni müəllimin fəaliyyətini biz burada müəyyən eləmirik. Bu da yanlış fikirdir. Sonra deyir ki, müəllimlər istədikləri şəkildə alt standartlarda dəyişiklik apara bilərlər. Qətiyyən olmaz. Alt standart dövlətin qoyduğu tələbdir. Yəni müəllimin qoyduğu tələb deyil. Müəllim yalnız alt standartın daxilində öz məsələ belə deyək də hər hansı məsələ pedaqoji prosesin daxilində, yəni dərs prosesinin gedişində müəllim eləyə bilər ki, interaktiv təlim metodlarından, usullarından istifadə eləsin və bu metodu, usulu özü seçsin. Burada seçim müəllimin ixtiyarındadır. Burada dəyişiklik edə bilər. Lakin alt standartda birbaşa müəllim müdaxilə edə bilməz. Çünki bu dövlətin qoyduğu qayda, qanun, tələbdir. Sonra məzmun xəttləri dərsin təlim nəticələrinin ifadə formasından biridir. Bu da yanlış fikirdir. Biz demişdik ki, məzmun xətti nədir? Fənn üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasına xidmət edən zəruri bir hissə idi. Yəni fənnin nə idi? Ana xətti, leytmotivi idi. Ona görə bu da yanlış fikirdir.